İnşallah bu gece Ramazan ayının 7. günüdür ve müminlerimiz Ramazan ayının elhamdülillah 7. gününün orucunu tuttular. Allah tutabilmeyenlere nasip eylesin. Her zaman bunu arzu ederim. Bir gün belə olsa o Ramazan ayının orucunu tutmağa bir cəhd elə. Və mən əminəm, inanıram ki, o bir gün orucu tutandan sonra ayın sonuna qədər sən onu davam elətdirəcəksən. O bir gün orucu tutmağı niyyət elə. İnşallah qalanı Allah sənə müvəffəqiyyət bəxş eləyər. Aminə ya Rəbbəl aləmin. Ramazan ayının 7. gününün duası belədir. Bismillahirrahmanirrahim. Allahümme a'inni fihi ala siyamihi ve qiyamihi ve cennibni fihi min hafavatihi ve athamihi varzuqni fihi zikreke bidevamihi bitavfikike ya hadiyel muzillin. İlahi, məni bu ayda, bu gündə oruç tutmaqla kömək et. Mənə kömək et ki, mən sənin bu ayda orucunu tuta biləm. Və gecə ibadətini yerinə yetirməkdə mənə kömək et. Məni bu günün əyri yollarından, böyük günahlarından uzaqlaşdır. Məni sənin daim yad etməklə, daim zikr etməklə müvəffəq et. Öz tövfiq əta etməyinə xatir, ey yolunu azmışlara yol göstərən, ey azmışları hidayət edən. Əziz qardaşlarım, burada iştirak edənlər və dinləyənlərimiz Allah sizi salamat eləsin. Dua böyük bir məqamdır. Allah Quran-ı Kərimdə buyurur, əgər sizin duanız olmasaydı, Allah sizə dəyər verməzdi. İnsanın dəyəri duası ilə ölçülər. İnsanın qiyməti duası ilə ölçülər. Dua. Peyğəmbərimizə sual elədilər, ən üstün əməl hansıdır? Buyurdu, Quran oxumaq. Ya Resulallah, ondan da üstün bir əməl varmı? Buyurdu, bəli var, dua etmək. Buyurdu, insan Quran oxuyanda Allah onu ilə danışır. Amma dua edəndə bəndə Allahla danışır. Bu böyük bir məqamdır. İnsan gərək dünyada hər zaman axirət gününü düşünsün. Axirət gününü fikirləşsin. Və o gün heç kəsə danışmaq hüququ verilməyəcək. Heç kəsə danışmaq hüququ verilməyəcək. Allah izin verdiyi təqdirdə danışacaq, izin vermədiyi təqdirdə danışmayacaq. Allah o zaman səndən dilinin deyil, əlinin danışmağını, əlivin danışmağını istəyəcəksə, dilin danışa bilməyəcək, əl danışacaq. Ayağının danışmağını istəyəcəksə, ayaq danışacaq, dil danışmayacaq. Sən özünü müdafiə edə bilməyəcəksən, danışa bilməyəcəksən, sözünü deyə bilməyəcəksən, bəhanələr gətirə bilməyəcəksən. Bu çox ağır bir gündür. Çox ağır bir gündür. O zaman əl danışar, ayaq danışar. Dil susar.
Amma Allah bugün sənə fürsət verib ki, sən o zaman yetişmədən öncə nə edəsən? Buradaykən danışasan Allahla. Bu dünyada Allah ilə danışmağa deyərlər dua. İnsan dua vasitəsilə Allahla danışır. Allahümme a'inni ilahi. Ey Allahım, mənə kömək et. Heç bilirsinizmi bu sözün nə qədər böyük əzəməti var? Allah mənə kömək et. Kim kimdən köməklik istəyər? Zəif güclüdən. Xəstə həkimdən. Fəqir qənidən, varlıdan. Cahil alimdən. Yoxsul imkanı olandan. Möhtac ehtiyatsızdan. Gücsüz güclüdən. Elə deyilmi? Allah'a dua edib Allah'dan istəmək, Allah'dan köməklik istəməyin anlamı budur ki, Allah'ım, sən güclüsən, mən gücsüzəm, zəifəm. Sən alimsən, mən cahiləm. Sən qənisən, dövlətlisən, xəzinələrin tükənməzdir, mən isə fəqirəm, möhtacam. Əgər bir bəndə Allah'tan bir şey istəyirsə, bunun anlamı budur ki, Allah, o sənin əlindədir. Onun sahibi sənsən. Onu mənə verən sənsən, sən. Və mənim neyim də varsa onu mənə sən vermisən. Dua bəndəlikdir. Bəndəliyini, qulluğunu, möhtaclığını, fəqirliyini Allah qarşısında ifadə eləmək, təsdiqləməkdir. İstər Allah'dan maddi bir şeylər, maddi ruzular istəyəsən, istər mənəvi ruzular istəyəsən. Maddi ruzuların da xəzinədarı Allah'dır, mənəvi ruzuların da xəzinədarı Allah'dır. Mənəvi istəklərin ən böyücü hidayətdir ki, gün ərzində neçə dəfələrlə Allaha deyirik, ehdinəs sıratal müstəqim. Allah, mənə köməklik eləmə, məni doğru yola hidayət eyle. Doğru yolun hər hansı bir nöqtəsində olsam belə, yenə də inkişaf üçün, kamal üçün qarşıda böyük yollar var, yenə də daha kamaldan ötürü, daha böyük hidayətlərdən ötürü Allaha ihdinə sıratal müstəqim söyləyirsən. İnsanlığın ən kamal dərəcəsi Həzrət Muhammed sallallahu aleyhi və ən çox bu zikri edən, ən çox namaz qılan, namaz mənim gözümün nurudur buyuran Muhammed sallallahu aleyhi və səlləm. İhdinəs sıratal müstəqim. İlahi, məni doğru yola hidayət eyle. Məni daha kamala, kamaldan üstün bir kamala, məqamdan üstün bir məqama hidayət elə. Köməklik istəmək, Allah'tan köməklik istəmək, dua eləmək bu deməkdir. Bütün qüdrətləri Allah'ın malik olduğunu təsdiqləməkdir. Bütün qüdrətlər.
Bildiyin hər bir qüdrət Allaha məxsusdur və insan o zaman ki dərk edəcək ki, bu qüdrətlər Allaha məxsusdur, deyəcək, ilahi mənə kömək elə. Hər kəs Allahı çağırsa, Allah buyurub, mən ona cavab verəcəyəm. Hər çətinlikdə olan, Quranda buyurur, o ki çətinliyə düşdünüz, Allah'a çağırdınız, dua etdiniz, fəstəcib ləkum. Sizə cavab verəcəyəm. Amma bəzən də Allah dua edənləri danlayır. Quranda danlayır. Deyir, onlar çətinliyə düşdülər, məni çağırdılar. Biz onlara yardım etdik. İşləri səhmana düşəndən sonra yollarına elə davam etdilər ki, sanki az öncə bizi çağıran onlar deyilmiş. Bax, insan nə nankördür. İnsan nə nankördür. Milyardla insan var, Allah'a çağırır. Allah'tan yardım istəyir. Allah öz elmi ilə, öz vasitələri ilə ona yardımını yetişdirir. İş düzələndən sonra insan yoluna davam edir. Şükrünü, layiqli bir şükrü yerinə yetirməyi unudur. Bəzən əksinə qürurlanır. Bəzən əksinə ona köməkdə vasitəçi olanların ətəyindən yapışır. Amma Allah deyir, onu mən göndərmişdim sənin üçün, sənə kömək eləsin. O həkimi mən göndərdim. O sənə kömək edəni mən göndərdim. O şəraiti mən yaratdım, sən xilas olasan. O gücü mən verdim sənə ki, sən qaça biləsən. Batan zaman xilas ola biləsən. O gücü mən verdim sənə, mən. İnsan bəzən özündən qürurlanır. Ki, batırdım mən. Birdən nə bilim, belə elədim, elə elədim. Yaxşı qutardım. Allah deyir, o hərəkətlərin hər birini mən sənə verdim. Bəndəlik duadan başlayır. Dua. Allah dilimizi, qəlbimizi duasız eləməsin. Allah bu ayda dilimizi lal eyləməcinə. Allah bu ayın sübhündə, şamında, gecəsində bizim qəlbimizi sənin ilə münacat eləyən, sənin ilə danışan bir qəlb qərarı verginə. Allahümmə a'inni fihi ala siyamihi. İlah, mənə köməklik etkinən bu ayda oruç tutmaq. Allah hər birimizə kömək olsun. Bəzən görərsən, keçən gecələrdə də danışdım, bəzən görərsən elə bir şərait yaranar ki, insan üçün. Sağlamlığı da olar, imanı da olar, gücü də olar, amma tuta bilməz. Bilmirəm, cürbəcə şeylər yarana bilər, Allah qorusun. Bəzən görərsən ki, elə bir ağrı, bir xəstəlik yaranar ki, ürəyi istəyər, oruç tutsun, amma tuta bilməz. O günləri gecə Kərbəlayının dediyi kimi, təsəvvür elə, hamı oruç tutub, səndə mədəndə bir xəstəlik yaranıb, tuta bilmirsən. Hə? Buna bənzər ki, hamı gedib, sən tək qalmışsın. Çox ağır birdir. Oruç tutanlar bunu anlayarlar. Elhamdülillah, burada illərin oruç tutanları var. İlləri. Həmd olsun Allah'a. Və qiyamihi, ilah mənə köməkli etkinən ki, bu ayda qiyam eləyim. Qiyam kəlməsi ki gəlir, Quranda, hədislərdə bunun anlamı namaz qılmaqdır. Xüsusən də gecə oyanıb namaz qılmaqdır. Gecə namazlarına işarədir. İnşallah Allah lütf eləsə,
Bu gecə elə gecə namazlarından danışaram. Və ümid edərəm, arzu edərəm ki, inşallah bacardığınız qədər bu gecəni ibadətlə keçirəsiniz. Gecənin bir hissəsini bir qədər artıq namaz qılasınız. Ki bu gün bizim duamızdadır. Allah'tan biz istəyirik. Allah duamızda istəyirik ki, bizə bu gecəni namaz qılmağı kömək etkinə. İsra surəsinin 79-cu ayəsində Peyğəmbər əleyhissalam haqqında Allah təbarək və Teala buyurur: gecənin bir hissəsini təhəccüd namazı qıl. Yəni vacib namaz deyil, vacib deyil, nafilə olaraq qıl, əlavə ibadət olaraq qıl, hədiyyə olaraq qıl. Yəni bu sənin boynunun təklifi deyil. Əlavə, müstəhəb olaraq qıl. Nafilə buyurur, nafilə olaraq qıl. Və arxasıcan ayədə buyurur ki, ola bilsin ki, Rəbbin səni məqam-ı məhmuda yüksəlsin. Deməli, məqam-ı məhmuda gedən yol gecə namazının oyaqlığından və ibadətindən keçir. Məqama yetişməyin yolu gecə namazının ibadətindən, gecə namazından, gecə ibadətindən gedir. Yollar gecədir. İlahi dərgahın yolları gecədir. Gündüz deyil. Allahın Rəsulü Meraca nə zaman getdi? İsra gecə. Quran nə zaman nazil oldu? Qədir gecəsi. Şaban ayının 15-i gecə. Rəğaib gecə. Gecələrdə yol var. Yerdən də göyə, yerdəkilərin də göyə getməsi üçün yollar gecə açılır. Göydəkilərin də yerə gəlməsi üçün yollar gecə açılır. İnşallah Allah qismət edəsin. Qədir gecələrini keçirə bilək. Qədir gecələrində layiqli o gecələri keçirə bilək. Allah müvəffəq eləsin. O gecələrin savabını versin bizə inşallah. Gecə. Ruh və bütün mələklər nazil olar. Nə zaman? Gecə. Ariflərin gözəl bir sözü var. Deyirdilər ki, insanı əsl insan edən gecə namazıdır. Bəzi sözlər var söyləyir və dilə insanın yarananda nəyə yaranır? Forması yaranır, cismi yaranır. Sonradan dünyada tərbiyəsi ilə əsl insaniyyətə gəlir, yetişir. Maket yaranır. Körpə bir maketdir. Zaman-zaman tərbiyələrlə, ruhu yüksəlişlə insan gedir, insaniyyətə yetişir. Və onlardan o insaniyyətə yetişmək, insanı yüksəlişə yetişməyin yollarından birisi də gecə namazdır. Və Peyğəmbərin məşhur hədisidir bu. Bütün İslam qaynaqlarında qeyd olunub. Allahın Rəsulü buyurur, şərəful mu'minu qiyamuhu billeyl. Müminin şərəfi gecə namaza durmaqdır. Müminin şərəfi. Gör nəyə toxunur? Şərəfi. Nədir şərəf? Şərəf insanın ruhu yüksəlişi. Bu gecə baş verir və gecə ibadəti ilə baş verir. İmam Sadiq salamullah aleyh buyurur, gecə namazı üzü nurlandırar. Qoxunu
gözəlləşdirər, ruzunu artırar. Ruzunu artırar. Üz nə səbəb olur ki, nuran olur? Qəlb nuran olur. Qəlb nurlanı olanda, qəlb nurlananda onun nuru verər insanın üzünə. Gecə namazı qəlbi nurlandırar. Qəlbi nurlandırar, üz nurlanar. Gecə namazı ruzunu artırar. Həm maddi ruzunu artırar, həm mənəvi ruzunu artırar. Allah rəhmət eləsin. Qazi Təbətəbaiyə, Əllamə Təbətəbai onun tələbəsi olub. Deyir, bir gün əlini qoydu mənim çiynimə. Dedi ki, Seyid, dünya istəyirsənsə, gecə namazı qıl. Axirət istəyirsənsə, gecə namazı qıl. Dünya ruzusu istəyirsənsə, gecə namazı qıl. Axirət ruzusu istəyirsənsə, gecə namazı qıl. Səkkiz saat iş rejimidir, düzdür? Biz 12 saatda işləyirik. Sonra da giləylənirik. Deyir, gecənin 20 dəqiqə, yarım saatını dur, ibadət elə, sabahki ruzunun təzminatıdır o gecə namazı. Biz 12 saat zəhmətə, 12 saat zəhmətə razılaşırıq, amma o yarım saatlıq ibadətə razılaşmırıq. İndi belə başa düşülməsin ki, ya, mən gecə namazı qılacağam, günüzü bütün günü yatacağam, ruzum gələcək. Bu doğru olmaz da, bu məntiqli deyil. Allah xəstə üçün dərmanı vasitə edib. Ruzu üçün işləməyi vasitə edib. Bir var işləyər insan, axşam əlinə bir şey gəlməz. Bir var işləyər, ruzusuna qazanar. Duaların birindədir, təqibatdadır. Təqibat-ı səlatdadır. Zöhr namazının təqibatındadır. Xatırlamıram. Deyir, ilahi, məni hər vaxtınız xeyir olsun. Məni yorma o yollarda ki, o yollarda mənim ruzumu qoymamısan. Yorma məni o yollarda ki, o yollarda mənim ruzumu qoymamısan. Belə bir mənadadır. Hansı duadadır? Xiftəndədir. Hə. Allahım innehu leysə li ilmun bi mavdi'i rizqi və innəmə ətlubuhu bi xataratin təxtu alə qalbi fəəculu fi tələbihil buldan ənə fīmə talibun kəlheyran lə ədrə fi səhlin ən fi cəbəlin ən fi bərrin ən fi bəxrin. Allah, mən bilmirəm, o mənim ruzum göydədir, yerdədir, dənizdədir, qurudadır, dağdadır, çöldədir. Allah, bilmirəm. Bilmirəm. Amma onu bilirəm ki, mənim ruzum səndədir. Mənim ruzum səndədir. Məni o yerlərdə yorma cinan ki, o yerdə mənim ruzumu qoymamısan sən. Subhanallah. Salavat hədiyyə elə, mənə də su verin. Elhamdülillah. Niye gece namazı? Niye? Gündüz qayğılar çoxdur. İnsanın ruhu, dili də sussa ruhu danışır.
qəlbi danışır, düşüncələri danışır. Susmur. Amma gecə qayğılar azalır, sakitçilik çökür. Həm zahirdə sakitçilik çökür, həm insanın ruhunda sakitçilik çökür. Sakitlik başlayır. Sükut böyük dərmandır, bunu biləsiniz. Sükut böyük dərmandır. Mən sizə sual versəm ki, bu uzun illərin ərzində 5 dəqiqə sükut edə bilmisiniz? Sakit durmaq sükut eləmək deyil. Sükut. Bəzən bizim dilimiz sükut eləyir, amma beyin işləyir, qəlb işləyir, durmur. Bir təcrübə edin namazdan sonra, namazdan qabaq, gecə namazında. Əllərinizi qoyun dizimizin üstünə. O təşəhhüddə oturan kimi. Çalışın heçsinə düşünməyəsən. Heçsinə düşünməyəsən. Çox çətindir, bilirəm. 2 dəqiqə ilə başla, 1 dəqiqə ilə başla. Gördün ürəyin partlayır, bilirəm Allahdır. Da ondan artıq get. Biz bunu edə bilmirik. Görəcəksən ki, o telefon donura, deyirlər biri yandır, söndür onu. Ciddi deyirəm bu sözü. Siz gülürsünüz, amma gülməli deyil. Görürsən telefon ilişir, donur, deyirlər ki, neynə? Bir onu söndür, sonra yandır. Doğrudan da söndürüb yandırsın, düşür qaydasına. Arada heç olmasa gecə namazı budur, bir beynini söndürüb yandırasan. Mən bunun deyə bilmərəm sizə ki, nələr baş verəcək səndə. Get bir dəfə özün elə. Gör nə qədər sakitlik yaranacaq düşüncəndə, qəlbində, sakit. Elə bilginən ki, 7 saat yatıb durmuşsan. O qədər, o 5 dəqiqə adamda o qədər bir enerji verir, sakitlik verir. Bəli. Gecə namazının neçə dənə fəzilət və faydalarından danışacağım. Vaxtımız ərzində inşallah. Birincisi, günahları yuyar. Gecə namazı insanın gündəlik günahlarını yuyar. 2, qəlbi yumşaldar. İnsan ki, ibadət eləyəcək gecə. Fərqli gecədir. Gecə ibadəti, o tənha ibadəti fərqlidir. Siz bilirsiniz ha bunları. İstəyirəm biraz da sizi şövqləndirim. Hamınız yaşamışsınız bunu. Gündüz ibadət eləyəndə çox az olar ki, adamın gözündən yaş gəlsin. Amma gecə namazında gözdən yaş gəlir. Xüsusən də vitr namazındakı o əl açıb, deyirsən, əl-əf, 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 əl-əf. İnsan özünün nə böyüklüyündə bir halda görür ki, Allah, əff et, əff et, əff et, bağışla, bağışla. Birbaşa rabitəyə keçir. Birbaşa rabitədir. Bu işə göydəkilərin nəzəri ilə də bir bax. Gecənin qaranlığında hər kəs yatıb, zəif işıqda durub, əl açıb bir əl-əf, əl-əf, əl-əf.
Hədə məqabil azibikə minənnar. İlah, bu elə bir məqamdır ki, bu məqamda sən insanları otdan xilas eləyərsən. Subhanallah. O hal bir qəribə haldır da. Qəribə haldır. Möminlər üçün qəribə haldır. Mərhəmət. Bax, gecə namazında mərhəmət fəvvarə eləyir. Fəvvarə. Bir mümin yatıb bəlkə də hardasa sən durmusan deyirsən Allahumma iğfir li filan. Allah o mümin qardaşımı bağışla. Allahumma iğfir li filana. İlah o mümin bacımı bağışla. 40 mümini gecənin bir vaxtında onun xəbəri olmadan sən onun üçün dua eləyirsən. Bilirsən mi böyləyində işlərdi bunlar? Bilirsiniz Allah nəzərində bunlar nədir? Və yaxud daha gözəli budur. Daha gözəli budur. Biri gecə evində səndən xəbərsiz sənin adı bu çəkir sənə dua eləyir. Həmən o digər bir evdə gecənin yarısı sənə dua eləyir. Bəh, 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 bəh. Bəh, bəh, bəh. Allahın rəhmət qapıları açılıb. Mərhəmət qapıları açılıb və sənin qəlbini də mərhəmət qəlb eləyir. Sənin özünü mərhəmət eləyir. İnsanları anlamaq bilirsən nə böylükdə şeydir. İnsanların acısını duya bilmək. Hər adama qismət olan bir şey deyil. Və birinin cəhənnəmdən, ilahi əzabdan xilas olması üçün dua eləmək, yalvarmaq, bilirsən nədir bu? Bilirsən nə böylüyündə xilas yoludur? Çox böyüdür, çox. Qəlb yumşalar gecə namazında duaya hazır olar. Duaya hazır olar. 3 dua qəbul olurlar. Gecə namazında dua qəbul olurlar. Qoy bu hədisi deyim sizə. Hədisdə buyurulur ki, gecənin elə bir vaxtı var ki, göydə nida onlar. Həl min səilin fə'tiyə. Deyir, elə bir istəyən kəs varmı ki, ona əta eləyim? Göydən mələk nədə eləyər ki, var, Allahın əmrini bildirər. Gecənin elə bir vaxtı var, bilmirik hansı vaxt. Elə bir vaxt. Bunun üçün də deyiblər ki, sübhə az qalmış vaxtdır. Ki, göydən mələk nida eləyər. Bir şey istəyən varmı ki, ona verək? O nida eləyən zaman, o anda sən dua üstündə olsan, duan nə oldu? Müstəcəb oldu. Qəbul oldu. Ruzi qapılarını açar. Bunu söylədik. Ruzi qapılarını açar. Qəbir əzabını azaldar. Allahu Ekber. Övliyaların belə qorxduğu bir ev. Övliyaların qorxduğu bir məqam, bir ev varsa, qəbir evidir. Xüsusən qəbir evinin ilk gecəsidir. Dünya və cənnət xanımlarının xanımı, 11 imamın anası, Peyğəmbərin qızı, Xədicə-i Kübranın qızı,
Həzrət Əli əleyhissalama deyir ki, mənim qəbrimin ilk gecəsində məni tənha qoyma. Belə olduğu halda sənin mənim halım necə olacaq? Sənin mənim halım necə olacaq? Qəbrin ən qorxulu anı bilirsiniz hansı andır? O kiməydi? Qəbrə salladırlar ha. Çox ağır bir andır. Biz cahilik bilmirik. Əbu Zər kimdir? Allah ona rəhmət eləsin. Əbu Zər kimdir? Nə böylüyündə səhabədir, nə böylüyündə mücahid idi. Allah ona rəhmət eləsin, şəfaətini bizə nəsib eləsin. Oğlu dünyasını dəyişdi, oğlu ilə danışırdı. Dedi, oğlum, əgər o qəbrin, onun xüsusi bir adı var, deyir, o qəbrin qəbrə qoymaq anı olmasaydı, deyərdim sənin yervə mən girim. Abu Zər ondan qorxurdu. Amma baxın, biz qəbrə necə qoyuruq öz əzizlərimizi? Hay-harayla, səs-küylə. Qoydu, daşı qoy üstünə. Qıraqdan bir də görsən ki, güya bu çox bilən adamdır da, güya belə bir inşaatçıdır, mütəxəssisdir. Orada mala qoy, burada mala qoy. Ay haray, ay harayla. Əslində, bilirsən nə etməliyik? Durmalıyıq bir ikinizdə öz günümüzü ağlamalıyıq. Öz günümüzü. Cahilik. Bilmirik. Və bilməyi də istəmirik bəzən. İstəmirik bilməyi. Danışma, ölüm haqqında danışma. Nə vaxt öləcəyim, danışma. Adam o şeydən danışmaz ki, o ola da bilər, olmaya da bilər. Danışarsan birdən olar. Amma bu elə bir işdir ki, bu mütləq olacaq. Mütləq. Necə danışma? Niyə deyim hazır olma? Buna hazır ol. Yox, qəbrin əzabı çox ağır. Çox. Burada da söz danışmaq olmur. Danışan kimi o dəqiq kesib qoyurlar. TikTok-a, Instagram-a. Xəbər eləmədən deyirlər. Mən cavan vaxtlarım idi. Bəzi şeyləri Allahın özündən istəyirdim. Deyirəm, Allah, bunu sən bildir mənə. O kitabda oxumağınla olmur. Hacı, olmur kitabda oxumaq. 100 dəfə oxumışıq ki, qəbir əzabı, qəbir sıxdı, şaqqılladı, belə oldu. Bunları bilin, adam oxumaqla, hə, qəbul eləyirsən. Amma bu da istəyir axı qəbul eləsin. Yalvardım Allaha ki, Allah, mənə o qəbrin, həmən o dediyim anı var ha, o anı mənə dərk elədi. Zaman vaxtlarım idi. Bəlkə də evlənməmişdim. Yerdən yatmışam. Gördüm ki, məni qəbrə salladırlar. Diqqətli ol. Görürəm. Heç nə də deyə bilmirəm. Nəfəs də yoxdur. Özü də yuxunun bəzi halları olur ha. Yuxu ilə agahlıq arasında olur adam. Adam yatıb dura bilmir, amma bilir yuxudadır. Bilir bu hadisələr yuxudur. Belə bir hal olur. Bəzi yuxunun halları olur. Gördüm ki, məni qəbrə salladırlar. Qəbrə saldıqca, bu getdikcə belə baxıram da uzanmışam. Nə olur? Elə bir dərin quyudur. Bu 3 daş, 4 daşdır da, bu qədər deyilik də, olsun 1 metr. Buraxdıqca, iplə buraxırlar, gedir, bitmir, dərin. Və getdikcə də bu komsvarı nə olur? Sıxılır və mən sıxılıram, artıq nəfəsim kesilir, nəfəsim çatmır, da bitdi. Amma elə qoymayın, deyməmişəm yerə, elə buraxırlar. Nəfəsim tükəndi dedim, Allah bildim.
Allah bildim. Allah bildim. Hey, elə belə anı çıxartdılar mənə. Hərə bir cür, buna bir cür baxış eləyə bilərik. Nə ki, sən öz işidir. Bu elə belə deyil. Elə belə deyil. Bir nəfər Peyğəmbərin sahabəsi var idi. Peyğəmbər namazını qıldı onun. Duasını elədi, apardı, qoydu qəbrə. Qəbirdən yanaşanda belə edilər. Nə oldu ya Rasulullah? Qəbir sıxdı onu. Qabırğalarının şıqqıltısını eşitdim. Subhanallah. Da ya Rasulullah, sən ona namaz qıldın. Böyle müminlər, sahabələr ona namaz qıldılar. Və necə olacaq? Bu ki, yaxşı savab deyil, bəli. Bizim aramızda yaxşı idi, amma evində bədxasiyyət idi. Bədxasiyyət idi evdə. Ailəsini incidirdi. Deməli, qəbir əzablarını yaradan bir neçə şeylər var. Biri, üzr istəyirəm sizdən, izləyicilərimizdən də üzr istəyirəm. Biri, qüsüllü gezmək və yaxud təharətsiz gezmək, təharətsiz. Mırdal gezmək. Qəbir əzabı gətirər. Bunlardan biri ailəni incitməkdir. Qəbir əzabı gətirər insana. Allah hamımızı bağışlasın inşallah. Bəzən kişilər qadınları incidir, bəzən qadınlar kişiləri incidir. Elə bu demək deyil, kişi ancaq qadını incidir. Yox. Elə qadınlar var ki, onların incitməsi kişinin incitməsindən daha betərdir. Və dönən də danışdım ki, yadınızdadır ki, qadını döymək, vurmaq, yüzünü qaraltmaq və s. bunların da böyük kəffarəsi var. Mütləq kəffarəsi var. Diyəsi var. Elə asan şeylər deyil bunlar. Arvadımdı, vırdım, keçdi. Yox, diyəsi var. Mütləq halallığı olmalıdır, mütləq bağışlanmaq olmalıdır. Hətta diyəsi də ödənməlidir. İnşallah ki, elə belə bağışlayanda keçər. Mənim də bugün, bu gecə öz vaxtım çox qısadır. Çox qısadır. İnşallah ki, davam eləyək. Duamızın ardını davam eləyək. Duadan ikinci cümləsi bax budur. Allahümme cennibni fihi min hefevatihi və əfamihi ilahi. Məni həfəvatdan və ikisi də cəm halında. Biri ismin cəmidir, biri həvatın cəmidir. Nedir? İsim dünənləri danışdım. İsim yəni günahın bir adıdır. Xatırlayırsa isim. Daha mən təkrarlamıram. Yəni böyük günahdan. İlahım, məni böyük günahlardan və kiçik günahlardan qoru, uzaqlaşdır. İndi bu kiçik günah, yəni kiçik büdürəmələr. Bax, kiçik büdürəmələr, sürüşmələr. Bir bax günah eləyirsən, bir bax günaha tərəf nə olursan? Sürüşürsən, büdürəyirsən, meyillənirsən. Buna deyərlər kiçik günah. Bu kiçik günah bəzən niyyətdə olur. Günah eləmirsən, amma niyyətində günah eləmək var. Marağında günah var. Bu kiçik günahlardandır. Allah yazmır, amma qaraldır. Qəlbinə nə salır? Kölgə salır. Ləkə də salmasa kölgə salır. O kölgə ləkəyə çevrilir. Və yaxud ləkə salır. Nə onu bilmirəm ki. Baxışlar, dünən gecə danışdım. Bir baxışdan hara getdi, çıxdı o övliya. Baxışlar. Tək naməhrəmə baxışdan getmir ha. Sənə aid olmayan hər bir şey naməhrəmdir. O mal sənə aid deyilsə, ona nə belə həvəslə durub baxırsan. Sənin deyil o, nə baxırsan ona.
ən azından qəlbinə qara salacaq, qəlbinə nə salacaq? Dünya məhəbbəti salacaq. Nə var matematikdən o bahalı maşınlara baxsan? Ala biləcək qüdrətdəsən, mən yox. Onda baxma. Baxma. Paxıllığa çevriləcək, dünya həvəsinə çevriləcək və getdi böyük günahlar çıxır. Nə yolla olur olsun, o maşından mənim olacaq. Gedə çıxır ora. Nə yolla olursa, mən o maşından bir dənə alacağam. Belə ifadələr çıxır, qəlbdə düşüncələr çıxır. Söz. Bəzən günah olmur. Amma günaha yol açan sözlər olur. Ümumiyyətlə, kiçik günahlar bilirsən hansı günahlardır? Ləğv sözlər var ha, ləğv. Boş-boş sözlər otur danışsana, boş-boş. Böyük günah deyil. Günah deyil, böyük günah. Amma kiçik günahdır. Allah Quran-ı Kərimdə buyurdu ki, siz böyük günahlardan çəkinin, Allah sizin kiçik günahlarınızı bağışlayar. Həzrəti Əbu Zər gəldi bu ayəni Peyğəmbərə dedi. Arxasıca da soruşdu ki, ya Resulallah, kiçik günahlar hansıdır? Ya böyük günahlar hansıdır? Dedi, Əbu Zər, sən baxma günahın böyük və kiçikliyinə. Sən bax, gör kimə qarşı günah edirsən. Sən günaha baxma. Sən mərsiyyətin kiçiliyinə, böylüyünə baxma. Bax, gör kimə qarşı üsyan edirsən. Kimin sözündən çıxırsan. Kimin əmrlərini geri qaytarırsan. Günah tanımaq üçün Allah tanımaq lazımdır. Allah tanımadıqca günahın min növ iyrəncliyini sənə desələr, nəinki günahdan ikrah eləyəsən, bəzi həvəslənər ki, elə mən də deyim. Allah tanımır. Allah tanısa, bilsə ki, günah Allahın sözünə əlinin arxası icə belə deməkdir. Əli bunu bilirdi. Dedə, necə olur sən günah eləmirsin? Çünki bilirəm günah nədir. O kiçik günahlar bəzən qəlbimizə kölgə salar. Peyğəmbərdən olan hədisdə də buyurur, insan bir günah edən zaman qəlbinə bir qara nöqtə düşər. Tövbə eləsə Allah silər onu. Etməsə qalar. Və o nöqtələr böyüyər, bir bax, bir dənə dəftər götür, bir dənə qara ruçka ilə nöqtə qoy. Sonra ikincisini qoy, üçüncüsünü qoy. Bunlar çoxaldıqca nə olar? Qaralar bura, qaralar. Gəlir bir yerə yetişər ki, insanın qəlbi qapqara qaralar. Allahın nuru təcəllə eləməz o qəlbdə daha. Allahın nuru təcəllə eləməz o qəlbdə. Qarandır. Xətəməllahu alə qulubihim. Allah möhürlədi o qəlbi. Tullaban geçsin. Onun üçün də Allahın zikrini unutmayacaqsan. وَرْزُقْنِ فِيهِ ذِكْرَكَ İlahi bu ayda mənə ruzu etməyi, səni çox zikr eləməyi. Hər Allah kəlməsi sənin ruhunu cilalayar. Cilalayar. Hər Subhanallah sənin qəlbi, ruhu və cilalayar. Cilalamaq bilirsən də nədir? Sən gördüyün iş. Parrafqa deyirsə, parıldadar, silər. Üstünün kirini, tozunu. Cilalansa nə olacaq? Allahın nuru bərq eləyəcək o qəlbdə. Bir davamihi və davamlı olaraq zikrini. İndi bu gün elədim, sabah eləmədim, axşam elədim,
günüz eləmə. Yox, davamlı zikir. Davamlı zikri mənə ruzu elə. Nə gözəl ruzular varmış. Biz ruzunu elə 5-10 manatda bilirik. Nə gözəl ruzular var. Allahı davamlı zikr eləmək nə gözəl ruzuymuş. Bi tevfikike ya hadiyel muzillin. Allah, sənin tevfikatınla bunları mənə ver. Müvəffəq eləcəkən. Ey azmışları hidayət eləyən Allah. Biz hamımız azmışıq ya Rəbbim. Hərə öz ölçüsündə azıb. Hərə öz ölçüsündə azıb. Hərə öz yolunda azıb. Allah bizi sevdiyin, seçdiyin doğru yola hidayət eyle. Bizi için çəkdiyin yol ki var Allah, o yola hidayət eyle. Fitrətimizə hidayət eyle. Amin. Amin. Aminə ya Rəbbəl aləmin. Allah gecəmizi mübarək eləsin. Dualarımızı qəbul eləsin. Müşkillərimizi həll eləsin. Məni üzürlü bilin, başqa da bir. Şey yarısını çekiyorsun. Bu yaşlılardan da gayrı biz. Şey yarısı yok. Saklayıp şu an aldım. Hadi bir sual alalım. Basanlar. Sessiz hamzı düşür. Qəza namazı. Bir uşaqlar şuluq olurlar, bir də bu qocalar şuluq olurlar. Ay, uşağın üstünə qışqıra bilirsən ki, sakit ol. Bunlara nə deyək, mən onu bilmirəm. Allah yaşlılarımıza salametçilik üçün salavat göndərir. Uşaqdan şıltaqdılar bunlar, valla. Özü mənim başımda ətrafında laf çox deyir. Hadi qəza orucu olan adam gecə namazı qılar. Orucun qəzaya ehtiyacı. Orucu, qəza orucu olanın gecə namazı, yoxsa qəza namazı olan... Qəza namazı olanı. Bir adamın qəza namazı varsa, müstəhəb namazlar qıla bilər. Gecə namazı da, nafilə namazı da, Qədir gecəsinin namazını, bütün namazlar qıla bilər. Bəli, olar. Amma qəza orucu olan adam müstəhəb orucu tuta bilməz. Məsələn, Rəcəb ayında mən oruç tutmaq istəyirəm, qəza orucunda var. Deyirlər ki, elə qəza orucunu tut, qəza orucu boynundan götürürlər, Rəcəb ayında savabı sənə verirlər inşallah. Peyğəmbər və ali Peyğəmbərə səlavat göndərək. Mavzana pərəz duasını oxuyaq. Ağanın nəzəri məclisimizdə olsun inşallah. Bismillahirrahmanirrahim. Allahümme kulli veliyyikel Hüccet ibnil Hasan Salavatuka aleyhi ve ala abai fi hadihi saati وفي كل صاعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمديه فيها طويلا برحمتك يا أرحم الراحمين اللهم صل على Muhammed ve Ali Muhammed. Ben burada izləyirəm, görürəm qardaşlar təşviq edirlər ki, bu paylaşın, qoy baxılsın. Yox. Bura əyləncə klubu deyir ki, 5.000-lə 10.000-lə adam baxsın buna. Bura möminlər baxacaq. Möminlər izləyəcək. Kim mömindir bu? Möminlər baxacaq, qıraqdakilərin orada nə işi var? Burada nə məhrəm söhbətlər olur burada. Allah sizi salamat eləsin. Allah müşkillərinizi həll, dualarınızı qəbul, ibadət və oruc namazlarınız qəbul olsun. Dualar, cəm dualarımızın dərəcəyə qəbul üçün Peyğəmbər və Ali Peyğəmbərə təvəssül edib səlavat zikr edək. Allahümme salli ala Muhammed və Ali Muhammed.